Bizdə belə bir sual verilib. Sualda deyilir ki, kök A plus kök B 6, A plus B 4 plus kök AB olarsa, verilən bu ifadənin qiymətini tapın. İlk öncə burada nə edirəm? Bizdən tələb olunan ifadədə A və B-ni kökün altına salıram. Birinci ifadədə alaram ki, A kökdə A-nı kökün altına salsam A kvadrat və A-ya vursam A kubu və plus kök altında B kubu. Bu bizə A kubu plus B kubu müxtəsər vurma düsturunu xatırladır. Yəni mən bu ifadənin açılışını kök A plus kök B vurulsun A plus B minus kökdə AB şəklində yaza bilərəm. Daha sonra nə edərəm? Məndə verilən A plus B ifadəsinin yerinə, yəni bu ifadəyə görə gətirib 4 plus kök AB yazaram. O zaman nə alıram? Kök A plus kök B vurulsun. Bunun yerinə yazıram 4 plus kök AB və minus kök AB. Bunlar islah olunur. Yerdə nə qalır? 4 vur kökdə A plus kökdə B qalır. Kök A plus kök B də şərtdə verilənə görə 6-ya bərabərdir. O zaman mən buradan 4'ü vuraram 6'ya. Cevabımı taparam 24.